Allah'ın salamı olsun. Bir günləri Bakıxanovda hal-hazırda dəmir yol stansiyasını görürsünüz. Və bir də dəmir yol stansiyasımızın yanından. Bu ərazidə Koroğluya gedən istiqamətdən 300 metrəlik, 200 metrəlikdə yerləşən bir dənə evimiz var. Və 2 otaqlı paket dam. İnşallah ki Allah evi olmayanlar Allah evi sevsin. Buyuraq baxaq. Yenə dediyim kimi evimiz paket damdır, qoşa daşdandır və 2 otaqdan ibarətdir. Həyətimiz də var. Buyuraq inşallah evə baxaq. Yenə dediyim kimi Allah evi olmayanlar Allah evi qisməsin. Buyuraq baxaq. Hazırda girişimiz bu qapıdandır və burada da balaca kiçik dəhliz var. Mətbəx, qonaq otağı və burada da yataq otağı yerləşir hazırda. Yataq otağımız çox genişdir, böyükdür. Və yataq otağımızın pəncərəsi var. Bəli, hazırda gördüyünüz kimi evimiz paketdandır, eşotkaları vurulub, cüt daşdandır. Kiçik bax belə bir həyəti var hazırda. İndi damı da bu tərəfdən bağlıdır. Yəni paltar asmasını rahatlıqla ki, yağış tutmasın. Və evimizin heç bir evə müdaxiləsi yoxdur. Rahatçılıqla. Və buradan da sanitar qovşağımız yerləşir. Bu da bizim sanitar qovşağımızdır. Qiymətimiz də 48 min manatdır. Tam 48 min manat və cüzi endirim olacaq inşallah. Buyurub bizimlə məlumat saxlayarsınız. Yeşanlaşdan duaçıq inşallah bu Ramazanında Allah ev qismət eləsin. Olmayan.